Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Kadr arxası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Bugün gündəmlə bağlı təbii ki, söhbətlər eləyəcəyik və özəl fikirlərimiz də olacaq. Ona görə istəyərdim ki, bəyənəsiz, paylaşasız, fikirlərinizi bildirəsiz. Qonağımız da siyasi şərhçi, gözəl pedaqoq Bünyamin Qəmbərlidir. Bugün suallarımızı cavablandıracaq. Xoş gördük. Xoş gününüz olsun Səbəy. Hamı danışır, amma məni qane edən cavablar o qədər də yoxdur. Bu, Amerikanın vitse-prezidenti Vensin Ermənistana və Azərbaycana gəlməsi. Bəzi deyir, Ermənistanın xeyrinə daha çox addımlar atıb, bəzisi tamam əksini deyir. Siz nə düşünürsünüz? Səbəy bəy, sizi də, bütün izləyiciləri də salamlayıram. Şəhidlərimizi burada oturmağımızın səbəbkarı onlardır. Rəhmətlə, minnətlə anıram. Qazilərimizə Allah gözəl uzun ömür versin, sağlıq versin. Həbsdə olanlarımız var. Güneydə, quzeydə. Onların tezliyi ilə azadlığa çıxıb, bizlə çiyin-çiyinə bütöv Azərbaycan uğrunda mübarizə aparmasını diləyirəm. Suala gələndə, yəni o hansı etalonla ölçdülər ki, Ermənistana daha çox xeyir verdi, bizə daha az oldu. Məsələn, 9 milyard ora atom elektrik stansiyası quracaq dedi. Azərbaycan o qədər də olmadı. Su təchizatını təmin eləmək istiqamətində nələrsə eləyəcək dedi. Yəni o 9 milyard biraz sonra dron zavodu, bu insanlar biraz ondan ehtiyatlanır. Hər şey pulla ölçsək o cürdür. Amma həm də bu tərəfini də götürək ki, dünyada və Amerikada erməni lobbisinin fəaliyyətini və Azərbaycana və türklərə qarşı basqını. Bu nisbəti götürəndə Azərbaycan daha çoxudur. Misal üçün, Qarabağ məsələsində artıq nə buradan çıxan ermənilərlə bağlı, nə deyək ki, Qarabağla əlavə bir status, filan, behman, bizim başımıza ağrıdan problemlər yoxdur, onlar həll olunub. İndi çəkiyə qoysaq ondan hansı ağır gələr? Aydındır. O tələb də eləmədi, məsələn, həbsdə olanların azadlığı, ermənilərin geri qayıtması, bu da... Yəni biz bilirsən, biz bizə təqdim olunanı görürük. Elə şeylər var ki, bizə təqdim olunmur. Mən hər zaman deyirəm ki, cəmiyyətimiz təbliğatın təsirindədir. Düzdür, Azərbaycan hakimiyyəti təbliğat məsələsində ermənilər cibinə qoyar və yaxud suz aparıb suz gətirər. Amma bu elə məsələlər vardır ki, o təbliğ olundu, olunmadı. Biz onlara biraz baxmalıyıq. Misal üçün, xatırınızdadırsa, İran bizə çox baskı eləyirdi. İlham Əliyev Araz qırağında bir harapı sığalladı. Yəni, bu aydın məsələdir nə deməkdir? Yəni, Vensin gəlişi Rusiyanın bizə baskısının artdığı bir vaxtda bu o pulla ölçüləsi bir şey deyil. Və yaxud deyək ki, pulla ölçüləsi məsələləri deyək ki, 709 düzəlişinə 907-ci düzəlişə tamam hələ ləğv olunmamış, düzdür, Trump ona veto qoyub, amma tamam Konqres onu tamam ləğv eləməyib. Belə bir vəziyyətdə bizə hərbi qayıqların verilməsi, hərbi deyək ki, məmulatların verilməsi, yəni biz nə bilirik, arxada nə danışıqlar getdi, nə getmədi. Yəni mən hakimiyyətə sərt tənqid eləyənlərdənəm. Amma məşhur bir sözümüz var da, deyir imam üçün ağlayanda Yezid üçün də ağlamaq lazımdır. Yəni hakimiyyətin bu 6 ay müddətində çox uğurlu bir şeylər oldu da. Misal üçün Ağ-Evdən başlayaraq. Bəli. Yəni biz onları qiymətləndirməliyik. Səhv olanda deməliyik ki, bu səhvdir və bunu düzəlt. Düzü də olanda deməliyik ki, alqışlayırıq ki, bu doğrudur, bunu yəni hər şeyə biz qara deyək. İlham Əliyevin yerində mənim. Hər şeyə pis desələr, mən də hansı ruhumla bəzi şeyləri eləməyə həvəs olur. Ona görə sizi obyektiv təhlilçi kimi tanıyıram. Ona görə də siz nə qədər tənqid eləsəz də sizə qarşı mən görməmişəm ki, təzyiq ola falan ola. Çünki onlar, ağıllı başlar artıq o təhlillərə fikir verirlər. Sərt tənqid də eləyəndə.
söymürük, siz ziyalı adamsınız, abırlı adamsınız, sərt tənqid edirsiniz. Sizin baxışınız belədir. Artıq bizdə məncə o siyasi dairələrdə də yavaş-yavaş o münasibətlər dəyişib. Dəyişməlidir də, bilirsiniz, biz o məşhur bir sözümüz var da, deyir ki, dəvəsi ilə dost olanın darvazası gen gərək. Biz həm istəyirik ki, dünyanın inkişaf eləmiş dövlətləri ilə bir sırada duraq, onlarla dostluq eləyək, həm də bəzi məsələlərdə istədiyimiz kimi eləyək, belə olmaz. Bəzi məsələləri şərqin, müsəlmanın və yaxud deyək ki, bir avtoritar rejimin tələblərinə uyğun eləyək, olmaz. Yəni, ya dəvəsi ilə dost olmayacaqsan, ya da darvazanı geniş qoyacaqsan. Biz Amerika ilə bugün deməsələr belə sabah bizə o haqları deyəcəklər, o şeyləri tələb eləyəcəklər bizdən. Bir şey də deyim, mən məsələn, Azərbaycan daha çox uddu deyənlərdənəm mən. Amerika ilə daha çox uddu da deməyək, hər halda bir uğurdur da. Yəni, 6 ay müddətində, yenə deyirəm, 6 ay müddətində artıq dünən, biraz açıq deyək də, dünən prezident qarışıq hamımız Ermənistandakı müşahidəçilərin biz casus olduğunu, bizi gözləmlədiyini, nə bilim, bizə qarşı təxribatları, Rusiyanın baskılarını, nələrini, artıq bu gün onlardan danışmırıq. Mən misal üçün bir dəfə Ləman xanım sual verdi ki, Laf TV-də, bəs ermənilərlə münasibət, deyim ki, lap yaxşı, niyə də qurmayaq? Yəni ki, bilirsiniz, biz qonşuyuq. Bizim torpağımızda dövlət qursalar da biz indi onları təmizləmək gücündə deyilik. Dünyanın marağı tamam fərqlidir. Biz daimi gərgin yaşaya bilmərik. Daimi yəni adi özümüzü götürək. Qonşu ilə daimi gərginlikdə yaşamaq olar. Necə ki, İngilis, Fransız, hətta Yunanistanla Türkiyədə. Hətta ömür boyu müharibə aparıblar, görürsünüz. Yəni biz də üstə gələk. Bizim bugün əhalimizin bir qismi Rusiyadadır, orada işləyir, çörək pulu qazanır. Hər dəfə Rusiya barmaq silkələyir, biz də qorxuruq ki, orada indi 1 milyondur, 2 milyondur, 3 milyondur, dəxli yoxdur da nə qədərdir. Deyirlər ki, çıxardacaqlar, gələcək burada işsizlik artacaq. Ermənistanla dostluğumuz, münasibətlərin qurulması o adamların hamısına orada iş yeri verəcək. Yəni bizim insanlarımız fərasətlidir, bacarıqlıdır. Sadəcə bizim idarə etməyimiz bərbad gündədir. İdarə etməyimiz bərbad gündə olmasa, xüsusilə də daxili idarə etmə. Daxili idarə etmə o qədər bərbad gündədir ki, misal bizim insanımız niyə getməlidir Rusiyaya? Mən hər zaman bu fikirdə olmuşam ki, bizim insanımız istəyir Avropaya, istəyir Rusiyaya, istəyir çörək pulu dalınca, istəyir siyasi mühacir kimi gedinəcə qoy onlardan bizə gəlsinlər. Yəni bizim potensialımız var ona. İndi öz aramızda biz biraz incidici bir şeydir. Yəni bir belə baskı bəzən görsən adamı narahat edir. Yəni bu millət nə bilim tarixin çox dərinliyinə getmirəm, Şah İsmaili, Təhmasibi, Şah Abbası, Nadir Şahı, Qazarı, Məhəmməd Əmin Rəsulzadəni, Əbülfəz Elçibəyi, Heydər Əliyevi yetirən millətdir. Bu millət niyə bu gündə olmalıdır? Bunun təhsili, ya bunun iqtisadiyyatı, bunun deyək ki, hüququ niyə bu gündə olmalıdır? İndi bilmirəm, sual verəcəydiniz, indi araya girmişəm, amma mənə maraqlıdır. Misal üçün, Naxçıvanla bağlı müzakirə eləyirlər və biraz da sevinirlər ki, Naxçıvanın preambulasından, Naxçıvan konstitusiyasının preambulasından Kars və Moskva müqavilələri çıxarılır. Bunu salan Heydər Əliyevidir. Yəni siz Heydər Əliyevdən çox bilirsiniz bu məsələləri. Kars müqaviləsi çoxdan var axı. Yox, onu preambuladan çıxardırlar ki, və nə də əsas qoyurlar, indi artıq prezidentin səlahiyyəti, güya dünən prezidentin səlahiyyəti çatmırdı. Güya Vasif Talıbov... Qorxulu tərəfi də görünən, amma görünməyən tərəfi bir də görürüz, bizdə idarə etmədə elə sürprizlər çox olub da. Biz qorxulu düşündüyümüz Rus sülh məramlarının gəlməsindən tutmuş digər şeylər görürük. Qəfildən gördük ki, sən demək 5 ildə qalmadı. İndi bu Naxçıvanla bağlı da bəlkə... Yəni bilirsən, deməyim odur ki, bəzən bizim o kütləvi informasiya vasitələri, təbliğat, sistem elə anormal işləyir ki, adam qalır məhətdən. Misal üçün, Heydər Əliyev
Xatəmini çox bərbad günə qoydu. Xatırınızdadır o Mazandaran gölü məsələsi. Deyir bu ona qarşı atılan mərmini bəli. kağıza Dedi ki, mənim bildiyim yer kürəsində Mazandaran adında göl yoxdur. Varsa göstərin mən də. Bu Azərbaycan dilinin üstündə, yəni orada belə bir mübarizə aparır. Əvəzində bizim baş nazir İranda rus dilində danışır. Niyə? Heydər Əliyev tərcümənin rus dilinə tərcümə olunmasına etiraz edir, deyir bizim dövlət dilimiz var. Amma bizim dövlət dilimizi qorumalı olan baş nazir deyək ki, yəni bilirsiniz, belə anormal şeylər də var, amma uğuru da uğur kimi demək lazımdır. Yəni bu 6 ayın uğurunu elə heç nə olmadı, boş şeydir, əhəmiyyətsizdir, biraz doğru deyil. Mən orada diqqətimi çəkən elə o sualı vermək istəyirdim ki, Vance ilə prezident arasında Amerika ilə strateji əməkdaşlıq xartiyası qurulması. Bu deyilər Şuşa bəyannaməsindən də daha güclüdür. Yəni bu vaxta qədər əgər biz düşünürdüksə ki, bir şey olsa Türkiyə yanımızda olacaq, bugün elə dolayısıyla Amerikanın yanımızda olması deməkdir. Elə o xartiyadan dərhal sonra da Rusiyanın münasibətini gördünüz. O bir təhlükəsizlik qalxanıdır. Bəli. Yəni sadəcə Vensin elə gəlişinin özü, o xartiyanın imzalanması, mən Zəngəzur dəhlizinin əleyhinə olan adamam. Çünki Güney Azərbaycanla bütövləşəndən sonra bizim heç bir dəhlizə zadə ehtiyacımız yoxdur. Müvəqqətidir də, mən də sizlə razıyam. Amma belə bir vəziyyətdə mən üçüncü bir dövlətin də gəlməyinin əleyhinəyəm. Yəni Ermənistanla özümüz danışıb həll eləyə bilərdik. Eləyə bilmirik də. Yox, eləyə bilərdik də. Amma Rusiyanın gəlişindənsə cəhənnəmdə Amerika. Nisbətən. Yəni ikisi də şeytandır, ikisi də iblisdir, ikisi də sömürgəsidir. Nisbətən bu pis o pisdən biraz yaxşıdır. Razıyam sizlə. Yəni bu müdafiəmiz baxımından da əhəmiyyətli və Rusiya görürsüz ondan sonra çox aqressivlədir və mən bu yaxınlarda canlı yayımda da dedim. Rusiya Qafqazdan çıxır demək olarmı? Bəzilər artıq deyir çıxıb, amma mən hələ demirəm. Çıxmaq üzrədir deyə bilərik. Çünki bilirsiniz də yavaş-yavaş Ermənistandakı zabitlər də təxliyə olunur. Mən Qarabağ məsələsi hələ həll olunmamışdı. Onda bu fikirdəydim ki, Rusiya niyə qoymur Qarabağ məsələsi həll olunsun? Çünki Qarabağ məsələsinin həlli Rusiyanın Qafqazdan çıxması deməkdir. Qarabağ məsələsi 5 ildə həll olunub. Deməli 5 ildir Rusiya Qafqazdan əlini çəkir. Fundamental şəkildə. Bəli. Hətta görürsünüz, əgər o çıxmaq olmasaydı, agentura şəbəkəsi sırayla tək agentura şəbəkəsi deyil ki, xatırınızdadır, sərhəddə bir nəfər gəldi bizim sərhədçiyə, bir erməni gəldi bizim sərhədçiyə qumbara atdı. Yəni o erməni cildində bir rusudur. Təbii ki. Və yaxud başqa biri o uzaqdan... Helikopteri kim vurdu güya? Yəni Rusiya burada hər cür təxribat eləyəcəkdir. İndi misal üçün Paşinyan gedib orada sərhədin düz qırağındakı kəndə deyir ki, görürsünüz, mən buradayam, heç nə yoxdur. Yəni bizim erməni ilə heç bir sorunumuz yoxdur. Erməni ağıllı olsa, başqasının əlində alət olmamalıdır və bizlə də onun sorunu olmayacaq. Amma Rusiya bunu qoymayacaqdı. İndi də Ermənistanı içərdən qarışdırmaq, neynəmək, bütün gücünü qoyur ki, Paşinyanı dəyişsin, revanşistləri gətirsin ki, çünki çıxır buradan, bitir. Həm də bu erməni qatillərinin qalması da, burada türmədə qalması, hökm oxunması da Rusiyanın çox hiddətdir. Bəli. Mən bir şey deyim sizə, təxminən bir 10 il bundan qabaq mənim bir məqaləm getdi. O vaxt şey eləyirdilər ki, İlham Əliyev Putinin adamıdır, Putin nə deyir, onu eləyir. Mən onda bir məqalə yazmışdım ki, hakimiyyət şərikliyi sevmir. Hakimiyyət elə bir şeydir ki, deyər ki, əmr gəlsin. Hakimiyyətə görə övladını, qardaşını, hamısını, bütün nəslini kəsir. Hakimiyyət şərikliyi sevmir. İlham Əliyevdə biraz o hakimiyyət məsələsində biraz fərqlidir. Yəni istəməzdi ki, Putin kimi bir hegemon ona istədiyi cür basqın eləsin, neynəsin. Misal üçün,
Bəzi şeyləri biz o xırda bu siyasət elədi ki, bu ev tikintisi deyil. Görəsən ki, bir daş qoydular, 20 santim qalxdı. Bu bəzən iynə ilə gör qazmaqdır. Bəzən düşüb qalxmaq. Bəli. Bəzən biz tənqid eləyirik və onda da deyirlər ki, deyirsiniz yaxşıdır. Tənqid eləməsək, o yaxşılar olmaz. Tənqid eləməsək, pislər daha çox olar. İndi öz aramızdır. Azərbaycan iqtisadiyyatının, Azərbaycan əhalisinin belə sıxıntı yaşamasını niyə biz qəbul eləməliyik? Niyə? Azərbaycan ordusu Qafqazın ən böyük ordusudur. Azərbaycan büdcəsi Qafqazın ən böyük büdcəsidir. Azərbaycanda bir çox məsələlər var ki, hər mənada yaxşıdır. Yeraltı yerüstü sərvətlər belə hamısına. Bəli. Və bu pislərin də əni var axı. Biz Qafqazda ən kasıbıq. Biz Qafqazda ən az maaş alanıyıq. Biz Qafqazda ən nə bilim işsizik. Biz Qafqazda ən rüşvətxoruyuq. Niyə bunlar olmalıdır? Necə ordumuzla qürur duyuruq bu biri ilə də, maaşımızla da, pensiyamızla da, nə bilim, söz asatlığımızla da, bunlarla da qürur duyaq. Misal üçün, mənə doğrudan bu incitdi məni. Paşinyan Vensi qarşılayanda orada etirazçıların səsi gəlir. Azərbaycanda qorxurlar. Yəni, ora bir 100 adam deyək ki, nəyəsə etiraz eləsəydi, dünya dağılacaq. Deyək, İran səfirliyinin qabağında Güneydlilər bir dəfə etiraz eləmək istədi. Müsavat Partiyası etiraz eləmək istədi. Hakimiyyət qoymadı. Yəni, bu baskılar da olmamalıdır. Niyə olmalıdır? Mən yenə deyirəm, bu millət Nadir Şahı, Məhəmməd Əmin Rəsulzadəni, Əbülfəz İlçibəyi, Heydər Əliyevi yetirəmir. Deyirlər ki, İlham Əliyev dünyanın ən böyük siyasətçilərinin İlham Əliyev göydən gəlmədi, başqa millətin nümayəndəsi deyil ki. Bu millətin nümayəndəsidirsə, bu millət İlham Əliyevi yetiribsə, yenilərini də yetirməlidir axı. İlham Əliyev əbədi yaşar deyil ki. Bəli, tamamilə razıyam. Amma təəssüf ki, o sadalarınız negativliklərdən bir çoxu da bizim jurnalist həmkarlarımızın həbsdə olmasıdır. Siyasi yeni düşüncə gətirmək istəyənlərin olmasıdır. Biz çox istəyərik amnistiya olsun. Mən də çıxışlarımda rica eləmişəm. Özdə hamısı xırda bir şeylərdən ötürü. 7000 manat Azər Qasımlı keçən dəfə adını da çəkdik. Azər Qasımlı 7000 manat kiməsə verib, qaytarmayıb deyib də qaytar, yoxsa məhkəməyə verəcəm. Məsələni elə qurublar ki, bu güya gəlib atasını təhdid edib, uşaqlarını öldürməklə hədəlib, Azər kimi abırlı, zadəgən, qürurlu adam. İndi tərsinə, axırıncı məhkəmədə da elə açıq dedi ki, zərər çəkən mənəm, siz mənə iş vermək istəyirsiniz. Hətta prokuror 13 il iş istədi. Halbuki buna az qala iş düşmür. Milyonları dağıdanlar heç gəlir, qaytarır, heç ona qaşın üstə gözün var deyiyordu. Bunun halal pulunu borca verib ala bilmir. Amma əslində o dəqiqə insanlar bilir ki, bu siyasi sifarişdir də. Və o axı bizim gənc siyasətçilərə böyük töhfə verə bilər. Dərin, ümumiyyətlə, dünya siyasətini bilən bir adamdır. Liderlik qabiliyyəti yüksəkdir. Çox istəyərdim belələri içəridə qalmasın. Anvar Əsəd dedi, jurnalist qızlarımız var. Neynədirlər ki onlar da? Ev dustaqlığını heç olmasa buraxın. Ayıbdır. Məsələn, cavan qızların orada qalması, vətən xaini deyirlər filan. Siz həmişə müdafiə eləmişsiniz belələrini, istəyirəm yenə də fikrinizi. Səbuhi bəy, mən biraz fərqli düşünürəm. Yəni, bəzən mən keçən dəfə də dedim, bəzən bu komandanın içindəki ayrı-ayrı adamlar düşünürsən ki, ya Azərbaycan xalqının düşmənidir, ya İlham Əliyevin düşmənidir. Yəni, bunların əməlləri Azərbaycana və yaxud hakimiyyətə ağlı, başlı zərbədir. Bu birinci tərəfi. İkinci tərəfi mən dəfələrlə demişəm, həbs eləməklə, tutmaqla, cəzalandırmaqla, öldürməklə, nəyinsə qabağını almaq mümkün olsaydı, biz orta əsrlərdən gələ bildik ki, inkişafa çıxmazdıq. Gördü onu yandırdılar. Qabağını ala bildilər. Və üçüncü bir tərəfi, bu adamlar, mən düşünmürəm ki, bu adamlar cinayətkardır. Bu adamlar, mən öz üzərimdə görürəm də, mən əminəm ki,
Prezident deyir ki, mənə siqnal verin. Mən çıxış eləmişəm. Mən əminəm ki, bu komandadan deyək ki, istəyir prezidentə deyilsə və yaxud mən keçən dəfə DTX-in adını dedim. Misal üçün, mən əminəm ki, DTX-in sədri bəzi məsələləri bilsə, fərqli yanaşar. Bilməm. Deyirsiniz, bilmir yəni. Mən düşünürəm Bilən ki... belə eləməz demək istəyirsə, yəni... Yəni, bilirsiniz, bilib belə eləmək, o biraz təsəvvürmə sığdıramır. Çünki onda bu adamların dövlətə xidməti sual altında qalır. Və yaxud deyək ki, bu adamlar kimlərisə tənqid eləyir, kimlərsə Azərbaycanda o rüşvətin, korrupsiyanın bəlasıdır da. Pulla biri hakimə, biri nə bilim hansısa nazirə, biri hansısa deyək ki, prokurora təsir eləyir və öz aramız lap 7000-i deyək ki, bu kiməsə deyək də onların dili ilə. Mən əminəm ki, Azər onu eləməz. Yox, mən pul tanımıram. Deyir, təhdid eləmirsən ki, pulumu verin, yoxsa öldürəcəm sizi. Belə, ona görə. Pul amma özləri də etiraf verir ki, borcu var. Özü də deyir, borcum var da indi hələ verə bilməmiş. Hə, təhdid. Təhdid edib ki, atanı öldürərəm, uşaqlarını öldürərəm, verməsən. O məsələyə görə. O, bizdə el arasında, misal üçün də, ata oğluna hirslənir, deyir, köpək ol, gör sənə nə eləyəcəyəm. İndi bu təhdiddə, bu atanı tutaq ki, sən uşağı təhdid eləyirsən. Yəni, bilirsiniz, o cür yanaşmaq olmaz. Təhdid elədi. Pulun verməyib, deyib ki, məhkəməyə verməyəcəm, yaxud bax gör nə eləyəcəm. Deyib də, hə. Amma sübut da olunmadı, elə bir söz yəni, deyil. lap belə sübut olunsa deyib, buna görə 13 il iş tələb eləmək biraz anormaldır. Bu adamlar Azərbaycanın məhsuludur, sərvətidir. Rüfət Səfərovdur, o qızlardır, o jurnalistlərdir, budur. Mən həmişə bu fikirdə olmuşam. Misal üçün, İran bizə deyək ki, təsir eləyir, din impoza eləyir. İranı söyməklə, tutmaqla biz onun qarşısını alanmarıq. Bizim bir yolumuz var. İran kadrlarından daha yaxşı kadr hazırlamaq. Ölənləriniz rəhmət. Mən həmişə onu İndi deyirəm. eyni şeyi də burada deyirəm. Yəni, bu adamların imkanlarından, bu adamların potensialından dövlətimiz üçün, millətimiz üçün, vətənimiz üçün istifadə eləmək lazımdır. Niyə bizdə bir dənə məşhur bir jurnalist yoxdur? Mən hər dəfə deyirəm, Mir Şahindir, nə bilim, çox Eynullahdır. Bunları buraxsan, bunlar ağıllı başlı inkişaf edib, böyük dünya şöhrətli jurnalist ola bilərlər. O qızlar da həmçinin. Yəni, niyə bizim qeyri-hökumət təşkilatlarımız yalnız elə hakimiyyətdən 5-10 manat alıb bir görüntü yaratmaqla məşğul olmalıdır? Niyə? Buraxaq qeyri-hökumət təşkilatlarımız, misal üçün, o Azərgil mən əminəm ki, ciddi bir formalaşıb, bir ortaya çıxıb, ən az bölgəsəl bir hüquq müdafiə təşkilatı olardılar. Siyasi institutunda rəhbərlik, gözəl də tədris edir. Yəni, bu cavanları qovub namərdə çevirmək, yəni, baxın, o Avropaya gedənləri də belə eləyədilər. Burada qoy bir jurnalist çəkir, bir blokerdir, çəksin, kiminsə villasını çəkir. O villa çəkənə demək lazım ki, ayıbdır da, elə ki, gözə gəlmə. Eləyirsən cəhənnəm, biraz pərdəli elə. Əvəzində bunları qaçırtdılar, bunlar da deyək ki, daha da radikallaşdılar. Mərdi qova-qova namərd eləmək olmaz. Bu adamları ki, tutublar ha. Bu adamların özləri də, ailələri də artıq istər-istəməz bir kin, bir qəzət, bir nifrət yaradır. Yaranır bunlarda. Niyə? Niyə olmalıdır? Yox, ağır da istəyərdik, çox istəyərdik. Mən 2 dəfə məhkum olunmuşam. Bilirəm, ha. İkisində də saxta ittihamla. Bilirsiniz, olmaz, bu yol deyil. Baxın, indi orada özləri nə də demişim də, mən bir çox məsələlər var ki, mən onlara reaksiya vermək istəmirəm. Mən bütöv Azərbaycan uğrunda mübarizə aparan bir adamam. Mən enerjimi xırda şeylərə sərf eləmək istəmirəm. Amma
mərdi qova-qova namərd eləyəndə istər-istəməzsən Ümumən həm dövlətə, həm vətəndaş hakimiyyət gedişatına zərər vuran amillərdir. çox İnsanlar da zərər, bilir çox axı. böyük Əvvəl zərər. məsələn gizli qalardı. İndi televiziya, internet dünyasıdır. Hamı hər şeyi yerindəcə bilir. Qabaq deyirlər də bir kənddə bir fəlakət olurdu, deyirlər ölən yoxdur. Amma orada yaşayanlar bilirdi, bir yerə çıxarda bilmirdi. Amma indi balaca uşaq da çəkir, deyir bax 5 nəfər ölür falan. Yəni indi nə qədər eləsən də həmin o Beriya üsul idarəsi ilə idarə edə bilməzlər daha. Ramiz Mehdiyev o metodla eləyirdi. Vurmaqla, həbslə, şantajla, qohumların işdən çıxartmaqla. İndi o keçmir. İndi insanlar fərdləşir əksinə. Həm o tərəfi, həm də indi deyək ki, bu adamlar dedim ki, bizim sərvətimizdir. Bu adamları əlimizdə deyək ki, bir 100 manatımız var. Onun 50-sini cırıb atmaqla biz nə qazanacağıq? İnsanları radikallaşdırırıq. Baxın, o bayrağın cırılması ki var, kəsilməsi. Bu adam qəşəng bilir, onu kamera qarşısında elədiyinə görə cəza alacaq. Amma görün bunu nə vəziyyətə çatdırırlar ki, bu o cəzanı qəbul eləyir. Görün insanı nə vəziyyətə çatdırırlar ki, bu intihar eləyir. Bugün intihar eləyən çox təhlükəlidir. Sabah intihar eləməz, başqa bir təhlükə yaradar. Yəni bu insanları bu qədər radikallaşdırmaq, bu qədər çarəsizləşdirmək olmaz. Kimliyindən asılı olmayaraq görürsünüz, çarəsiz qalır, atasını öldürür, çarəsiz qalır, qardaşını öldürür, övladını öldürür. İtirəcək bir şey yoxdur deyə qisas alır dünyada və insanlar. Bu adamlar çarəsiz qalıb, sabah başqa bir zərər verəcək bizə. Bunu biz düşünməliyik. Yəni, bu demək deyil ki, biz qorunuruq, hakimiyyət nümayəndələri qorunur, bizə heç nə olmaz, olar. Heydər Əliyevin ən yaxşı adamlarından, ən yaxın adamlarından biri Heydər Əliyevin gəlməsi ərəfəsində Əjdərxan Babayev öldürüldü. Heydər Əliyevin gəlişinin qabağını ala bildilər. Yəni, bəzi şeyləri başqa cür düşünmək lazımdır. Arif Abdullayev, Dərbəfəz bəyin onu da öldürdülər. Nəysə dəyişə bildilər. Olmaz, o doğru yol deyil. Onlar sadəcə belə hadisələr prosesi biraz ləngidə bilər, yubada bilər. Ləngitmir, hələ əksinə. Bəzən güc sürətləndirir. Nifrəti daha çox körüklüyür. Misal üçün də haqq qazandırır. Bəli, bəli. Bəzən hətta haqsız olanda da belə hadisələr haqq qazandırır. Haqq qazandırır ki, bax görürsünüz. Yəni o qadın şikayət edir. Bunun şikayətinə baxmaq lazımdır. Yəni bax, Daxili İşlər Nazirliyi baxmadı. DTX baxmadı. Prokurorluq baxmadı. İcra hakimi kimə müraciət eləsin? Yəni bir insanı bu qədər çarəsizləşdirmək olmaz. Kimə müraciət eləsin? Bünyamin bəy, bilmirəm, o qədər belə şeylər var ki, bilmirəm haradan başlayım. Amma DTX deyəndə beynimə bir sual gəldi. Xatırlayırsa KKB arxivlərinin açılmasına bağlı bir söz deyir. Mənim indi təqaüddə olan bir yaşdaşmış bir o sistemin əməkdaşı var. Onunla bir dəfə söhbət edirdim. Rayonda haradasa, məsələn çayxanadaydıq. Dedim bu arxivlərin açılması niyə yubanır? O çox obyektiv adam olduğuna görə deyirəm. Sağdırsa Allah canını sağ eləsin. Dedi ki, bu elə bir sistemdir ki, tutaq ki, vaxtilə bu hökumət işləyənlər var da, tutaq ki... Mən üzr istəyirəm, onun nə dediyini bilmirəm. Qoy mən deyim. Arxivləri açmaq, dövlətə xəyanət eləmək, dövlətin altına mina qoymaqdır. Olmaz o arxiv açmaq. O da elə deyil. Tutaq ki də, misal üçün, Asala, erməni terror təşkilatı, orada bir iki nəfər var ki, bizi işləyir. Bir. Sadvalda tutaq ki, terrorçular, orada bəlkə də müavinin biri acaba... Amma sabah o deşifrə olunanda onun bütün övladı, nəsli, sabahsı gün ondan bir da də qorxuluşu var. Heç kim gəlməyəcək. Bəs sabah kimsə əməkdaşlıq eləməz. Eləməyəcək ki, mən nə vaxtsa asırsınız da. Ona görə bəzi ölkələr müharibə həddinə çatsa da ona sığınanları vermirlər. Heç vaxt. O belə dedi. Amma bəzilər deyir ki, bəzi xəttə Latviya, Litva, Estoniya açdı bir Baltikan, yəni Baltikan ölkələrin. Mən əmin deyiləm açdılar.
Onlar sonradan gəldi. Heç 40 il olmadı istəyirdi. Bizi kim o bir özündəki nəyi aşdılar? O müddətlər olur da indi deyirlər bu sənət misal üçün 50 il açılmaz bu. Elə şeylər var. Baxın 40-cı ilə qədər deyirlər açmaq olardı. Yoxsa o da təhlükəlidir. olmaz heç birin olmaz. Nəsillər gəlir. Həm bilirsiniz başqa bir şey deyirdi. Biz Naxçıvanda KGB-ni bağlayanda 89-da. 89 değildi. 91 idi səhv eləməsəm. 91-ci Heydər Əliyev Ali Məclisin sədri idi. Heydər Əliyevin tapşırığı ilə bağlandı. Onda bizim rayonu bağlayanda uşaqlar sənədləri şey edirdilər. Mən yaxına düşmədim. Dedilər ki, sənin haqqında şeylər var, yazılar var. Gəl bax. Dedim ki, baxmıram. Hə, KGB-də. Hə. Dedilər, niyə? Dedim ki, bax, ola bilər mənim yaxın qohumlarımdan birini məcbur eləyiblər. Mənim əleyhimə bir danos yazıb. Hə. Mən ona baxandan sonra ona münasibətim necə olacaq? Bilirsiniz, insan taleyinə o cür yanaşmaq olmaz. Görürsünüz, mən çalışıram ki, biz millətimizə, dövlətimizə yararlı variantı seçək. Mən istəyirəm, kimdənsə xoşum gəlmir, kimsə ləkələnəcək. Bu bizim dövlətimizə xeyirlidir ya yox? Amma fikir versiniz, iqtidar müxalifət, yaxın müxalifət öz arasında bir-birini qırsa da heç vaxt o arxivdən, KGB arxivindən danışmırlar. Deməli, onlar onun mahiyyətini bilir də, nə qədər olmasa. Axı, yenə deyirəm. Bilirlər ki, ümumiyyətlə zərərli şeydir. Başqa şeyləri əsas gətirə bilərlər, amma o KGB arxivinə nəsə toxunmurlar. Kimsə ondan sonra ora əməkdaşlıq eləyər. Eləməz. O da, həmin o ağsaqqal da mənə onu dedi ki, eləməz. Bəs bu... Və başqa bir şey deyək, indi siz dediniz, deməli, Türkiyədə Bülent Arınca güya suiqəstlə bağlı, orada o da deyirlər, kosmik oda. Kosmik odaya girdilər, sənədləri götürdülər, sizin dediyiniz kimi. PKK-nın içərisində nə qədər ki, bunların adamı vardı, hamısını məhv elədilər. Açılan kimi onların hamısını məhv elədilər. İndi Ermənistanda təbii ki, bizim DTX işləyib müəyyən qədər. Aprel döyüşlərində 19 erməni zabiti tutuldu ki, Azərbaycan işləyirmiş. Hələ bu bilinən oldu, ermənilər. Təbii ki, mən əminəm ki, İranda da müəyyən qədər işləyiblər. İndi mən ən çox etiraz edənlərdənəm ki, siz kömək eləmişsiniz. Çox güman ki, indi işləyirlər. Bunu açıb, nəyə nail olmaq istəyirik? Nə qazanmaq istəyirik? 10 illərlə proses uzana bilər. İranın göbürdə işləmir ki. Yəqin ki, işləyir, erməninin Epstein dosyalarını niyə açdılar? Niyə açdılar? Onu indi biz düşünürük ki, kimlərsə baskı altına almaq üçün, şantaj eləmək üçün. Xeyr, həm də cəmiyyətə, dünyaya göstərirlər ki, biz bax bu cür işləyirik, sizi məhv eləyərik. Bizdən qorxun. Həm də bizi alışdırırlar, bizi qorxudurlar. Həm də bu biri tərəfi də var. Fonda o var, onu da düz deyirsiniz. Çünki öz aramızda, hər şeyi bilirik. belə deyək, Wikileaks sənədləri açıldı. Assange'ı öldürdülər, nə etdilər? O qədər elə sənədlər açılır. Bunu açan Amerikanın Ədliyyə Nazirliyi idi. Amerikanın Ədliyyə Nazirliyi istəməsəydi bunu açmazdı. Təbii ki. İndiyə qədər elə... Deməli, orada başqa maraqlar var da. İndiyə qədər açmamışdılar da. Şahidlər, zərər çəkənlər, qadınlar xüsusən də çıxış edib orada dəhşətlər olduğunu demişdilər. Ümumiyyətlə ki, məhkəməyə almamışdılar. Elə ona görə deyim, niyə məhz indi? Trump deyirlər, Trump'ın da burada razılığı olub, amma Trump'ın daha çox çəkir. Impeachmentdə deyirlər, olası deyil. Bilirsiniz, o qüvvələr arasında mübarizə də var, güclər arasında mübarizə də var. Amerikada Trump'ın tərəfdarları ilə bərabər Trump'ın əleyhdarları da var. Onlar da böyük güclü. O tərəfi var. Amma burada bir məsələ də var ki, seçkiyə çox var. O adiləşdirmə var da. Biri var seçkiyə 1 ay, 2 ay qalanda cəmiyyətdə Trump'la bağlı fikir mənfi olur. Seçkiyə də gedəndə əleyhinə səs verir. Var axı, konqres seçkiləri olmalıdır. Səs çoxluğu hələ ki şeydədir də, o noyabrdadır, elə onu deyirəm. Hə. Noyabrdadır səhv eləməsəm.
Bu ildir, yəni. Bu il noyabrdadır. Noyabra qədər bunu həm adiləşdirirlər, həm də biraz yat-yut eləyirlər, soyudurlar, yaddan çıxardırlar. O məsələlərdə Erdoğan ən bacarıqlısıdır. Məsələn, görürsən, seçki qabağı elə bir-iki dənə manevr eləyir ki, ən çox səs sahibi olan CHP görürsən düşür quyunun dibinə. Onun biri də o seçki texnologiyasını gözəl bilir. Amma orada mən o gün kimlə müsahibə alırdım? Xəqani Cəfəri ilə deyəsən. Orada da sual verdim. Bu diktator, dünya diktatorları yoxdur nəsə orada. Epstein, Wikileaks'də də yox idi. Amma Xəqani bəy izah elədi ki, onları özləri diktatordursa, öz ölkələrində ondan da yaxşısını yaradırlar da, heç kim də işinə bilmir. Nə lazımdır ki, oraya qoşular. Birincisi, orada belə şeylər də var da, bəzi sənədlərin üstünü qaralayırlar ki, açılmasın. Deməli, hələ kimin olub-olmadığının özü bir sual doğurur. İkincisi, Trump nə vaxtdan demokrat oldu? Bütün o diktatorların ən sərtini eləyir. Qaskınlara qarşı da, nə bilim, tələbələrə qarşı da, polis vurur, öldürür, onu müdafiə eləyir. Hətta ən dəhşətli oldu ki, Trump Obama ilə xanımını meymun şəklində Afrika... Onu da elədi. Venezuela'da Maduronu göndərdi, oradan oğurladılar, gətdilər. Zelenskiyə qarşı o cür hörmətsizlik elədi. Avropaya qarşı belə eləyir. İndi bugün bizim kim nə deyir desin, İsraillə münasibətimizin xoş olması, Amerika ilə münasibətimizin xoş olmasının əsas səbəblərindən biridir. Çünki orada bizim xeyrimizə Yəhudi lobbisi əsas rol oynayır. Bizim elə bir lobbimiz, zadımız yoxdur. İndi öz aramızda bunun deyək ki, qiymətləri, rüsumları ki qaldırdı, vergiləri. Bu demokratlığın əlaməti idi. O, daha da ölkələr özünə tabi eləmək. Diktator biz öyrənmişik ki, yalnız vurub öldürməlidir. Hərəsi bir cür... Bəli, iqtisadi kökdürmək, iqtisadi özünə tabi elətdirmək. Və bir son sualımı da verim. Azərbaycanın gəncliyində siyasi təmərküzləşmə deyim, siyasi yetişmə deyim, hansı formadadır? Hər halda siz gənclərlə işləyirsiniz. Siyasi baxışlar. Mən o gün siz nə deyəsən danışanda dedim, tarixə hazırlaşan qız dedi, kimdir? Bəli. Yəni, bu artıq sən tarixçi kimisən deməli, bəri başdan uzmuşsan. Bax, bugün gənclər, mən bir siyasi liderlə müsahibəndə deyim, niyə gənclər gəlmir də partiyalara? Deyir, gəlir, universitetdən qovurlar, qovumlarını işdən çıxardırlar. Əgər o bir partiyaya gəlib görsə ki, hər seçkidə heç olmasa bu partiyadan 3 nəfər parlamentə düşür, özü də həvəslənər ki, perspektivi var. Varıyor ki, qərargahdan çıxardırlar, nə bilim, başqa iqtisadi çöktürmələr prosesinə qoşurlar. Deyir, gəlib neyini, özünə də təzyiq olur, heç olmasa gedib təhsilini alsın. Mən qane oldu. Amma bugün siz gənclərlə işləyirsiniz, onlar nə fikirləşir? Hamısı ölkədən qaçmaq mı istəyir, yoxsa... Hakimiyyətin yaratmaz işlərindən, siyasətindən biri də gənclər siyasəti. Orada bir imitasiya var. Amma imitasiya çox qorxuludur. Baxın... Altı boşdur. Bəli, altı boşdur. Baxın, Sovet dövründə mən 81-85-ci illər oxumuşam. Deməli, ildə heç olmasa bir 3 dəfə, 5 dəfə yazıçıların, şairlərin, alimlərin, incəsənət adamlarının, tələbələrlə, gənclərlə, bütün universitetlərdə, deyək ki, dram teatrında, nə bilim, musiqili teatrda, burada görüşləri olurdu. 95-ə falana qədər də var idi, yadıma gəlir. Bu hakimiyyət hər şeyə o qədər belə qəribə qorxu ilə yanaşır ki, öz adamlarını da göndərəmir o görüşlərə. Təsəvvür eləyirsiniz. Misal o deputatlar, mən əminəm, o parlamentdə kim nə deyir desin, bir
Heç olmasa bir 10 nəfər ağlı başında olan, sağlam düşünən, danışıq qabiliyyəti olan, dövlətçiliyi anlayan 10-15 nəfər deputat var. Niyə onlar universitetlərdə görüşlər keçirtmirlər? Yox, çünki gənclərin onların təbirincə acı sualları ola bilər. Acı suallardan Görürsünüz, efirə də ona görə gəlmirlər də. Acı suallardan qaçmaqla biz hara qədər gedəcəyik? O hələ ki gedilir də. Bu acı sualdan bir X deputat qaçırsa, həmin gənclərin arasında dedikodu, həmin gənclərin arasında mənfi imiz, mənfi Hakimiyyətə enerji, qarşı, mənfi fikirlər daha çox olur. Bu da mənim deputatım. Belə deyir. Tək deputatım yox. Bilirsiniz, istəyir deputat, istəyir nazir. Mən istəyirəm ki, istəmirəm mənim deputatım, nazirim, alimim, nə bilim axı, məmurum gözü kölgəli olsun. Kim istəyər ki? Mən çox istəyərdim ki, Vensinə bizim vitse-prezident görüşsün. Prezident, bizim vitse-prezident bir tərəfində, Vensdə bir tərəfində otursun, prezident otursun, başda görüşsün. Prezident onunla niyə görüşməlidir? O, prezident səviyyəsində deyil. Amma biz idarə etməmiz o qədər bərbaddır ki, bunları qoya bilmirik, hazırlaya bilmirik kadrlarımızı. Yaxud Sovet dövründə Asif Atanın ocağı var idi. Başqa nə bilim axı müəyyən indi niyə misal üçün bir o alimlər, o fikir adamları, düşüncə sahibləri onu eləyə bilməsin? Yaxşı, söz deyəni tutduq. Söz deyən televiziyanı bağladıq, baskı elədik, qəzeti bağladıq. Hara qədər? Hara qədər? O nə idi? Mən xəzalət çəkdim. Misal üçün deyək ki, xatırınızdadır, haradaydı? Paşinyanla, hələ bu müqavilələrdən qabaq, İlham Əliyevin o debatı idi. İlham Əliyev bütün məsələlərdə Paşinyana ağıllı başlı üstələdi. Amma bir məsələdə ASTV məhv oldu. Xatırınızda dedi ki, bizdə ən azı bir 5-6 dəfə yaxşı seçki, normal seçki keçirilib. ASTV onu verməyə qorxur. Sən bunu verməyəndə dünyada verilmir. Azərbaycan əhalisini sən... Çünki YouTubedan filana xaric... Azərbaycan əhalisini kör saxlasan, nə dəyişəcək? Yəni, bunu... Halbuki mən, bax, o Azər kimi, Rüfət kimi, o qızlar kimi, indi tələbələrimizin arasında o qədər potensiallı uşaqlar var ki, sadəcə olaraq onlara şərait yaratmaq lazımdır. Qoy onlar dünyanın gəncləri ilə görüşsün, təcrübə toplasın. Niyə bizə başqaları təsir eləməlidir? Niyə biz başqalarını yamsılamalıyıq? Niyə? Biz deyirik ki, İlham Əliyev dünyanın ən böyük siyasətçiləri ilə, qoy bizim gəncimiz də dünyanın ən güclü gəncləri ilə olsun. Hətta müxalif də həmin ölkə müxalifəti ilə görüşsün. Qoy bizim deputatımız da o cür olsun. Mən misal üçün, mən doğrudan deyirəm, Allah'ın olsun, mən istəyirəm ki, mənim soydaşım hansı partiyadan, hansı ideologiyadan asılı olmayaraq, Əbülfəz Rəcəbəy Heydər Əliyevi bilirsiniz, niyə sevirdi? Niyə? Deyirdi ki, Heydər Əliyev gələndə Dəmirçiyanla Şevanacı qorxusundan susurlar. Mən istəyirəm belə olsun. Mənim gəncim gələndə başqa gənclər onu hörmətlə, izzətlə qarşılasın da, mənim gəncim gedib onun aşağıdan yuxarı ağzını açıb baxmasın. Mənim alimim deyil. Biz indi hara gedirik, bizim insanlarımız hara gedir, orada görünür. Amma Azərbaycanda görünə bilmir bu yetimlər. Çox təəssüf. Çox sağ olun. Siz sağ olun ki, Bünyamin müəllim, biz həmişə, biz deyəndə daha çox siz fərqli yanaşmalar sərgilirsiniz. Məncə, insanlar düşünürlər, çox şeyə toxunduq, əsas şeylərə toxunduq. Gələn dəfədə biz həftədə bir dəfə əziz izləyicilər qərara gəldik ki, həftənin bəlli günündə, yəni ki, elə 4-cü günüm, cümə axşamı günlərində bizim efir olsun və bu verilişin altından yazdığınız suallarda nəzərə, ötən dəfə elə bir sual yazmadınız deyə mən öz suallarımı verdim, amma istəyərdim ki, sırf oxucuların, izləyicilərin sualları olsun. Belə, təşəkkür edirəm, sağollaşırsınızsa, sözünüz varsa buyurun. Belə, dəyərli dostlar, daha bir maraqlı verilişi başa vurduq. Siz də sağ olun, salamat qalın, kadr arxasından çəkinməyin.